Doğmuş mürəkkəb efir verib. X və efir molekulundakı hidrogen atomlarının sayı 6-dır. Doğmuş mürəkkəb efirlərdə ümumi formul CnH2n O2 kimi yaza bilərik. Burada hidrogen atomu 2n bərabər 6 verib, n də bərabərdir 3 olacaq. Deməli, cəmi 3 dənə karbonumuz var. Natrium OH ilə reaksiyasından alınan maddələr X hidroz məhsullarına bir gümüş güzgü reaksiyasına daxil olursa, deməli, bunun turşu tərəfi qarışqa turşusudur. Çünki mürəkkəb efirin hidrolizindən spirt və turşu alınır və gümüş güzgü reaksiyaya girirsə, spirtlərdə elə bir reaksiya yoxdur. Turşularında bir dənə qarışqa turşusunda var. Demək ki, bizim mürəkkəb efirimiz 3 karbon olsun deyə etil asetat olacaq. Bunun da natrium OH ilə reaksiyasından alınan maddələri soruşur. Buradan da alınacaq HCOO natrium duzu, bir də C2H5OH etil spirti natrium formiyyət. Cavabımız B variantı.